deməli yerə çöp bastırılır qardaşımla. Öz aləmimizdə güya bizim də raketlərimiz var. Şüratımıza elə bil işləmişdi o müharibə. Azərbaycan köylərinə qaz verilmirdi. Bütün erməni köyləri qazlaşdırılmışdı. Aeroportdan hər gün bizim evin qabağından keçirdi. Onun bir avtomatı var idi. Atamanın bu qısa Müharibə mənim evimdə gedib. Onların evində getməyib, onların torpağında getməyib. Şəxsən mənim həyatımda gedib o müharibə. Mənim qolum, qılçım, gözüm hamısı qırıq-qırıqdır. Nəyə görə? Mənim günahım nədir? 43 nəfər erməni millətindən olan hərbiçi var idi. Yəni o tərəfə qaçmayıb, gelib orada düşə bilər. Amma atanın tərəfə qaçıb, Qırat səndən keçib gelib o tərəfə düşür. Sovetlər dövləti bir vaxtında belə bir hadisələr olar, bunlar belə bir hadisələr eləyər bizə qarşı. Введение института президентства – это путь к диктатуре. O qədər əziyyət veriblər. Bütün orada cavanları yıxırdılar yerə. Patinkayla, avtomatın arxası ilə döyürdülər. İkinci bir adam Azərbaycan xalqını bu fəlakətdən qutara bilməz. Erməni məni dilənçidən də pis günə qoyub. Budurmu günahımız? Budurmu Avropa Şurasına yaydığı həqiqət? Həqiqət mənəm.